Hər sağınız aydın olsun əziz izləyicilər. Ağsaqqal sözü verilişinin növbət sayında hər birinizi xoş gördük. Ekran qarşısında əyləşən izləyicilərimiz üçün bildirim ki, bugünkü verilişimizi Quba rayon Talabıqışlar İnzibati Ərazi Dairəsinin Talabıqışlaq kəndindən hazırlamışıq. Auditoriyamızda elə həmin İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərin sakinləridir. Auditoriyamızda salamlayıram. Bugünkü verilişimizin mövzusu müasir cəmiyyətdə narkomaniya problemləridir. Verilişimizin qonaqları Quba rayon Ağsaqqallar Şurasının sədri Yıldırım Məmmədov, Quba rayon Mərkəzi Xəstəxanasının psixoloqu Bəxtiyar Ağayev və Talabıqışlar İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Şahin Heybətovdur. Qonaqlarımızı da salamlayırıq. Müasir dövrdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmaqdadır. Təəssüflə deməliyəm ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları durmadan artır. Bu öldürücü maddələrin pəncəsindən yaxa qurtarmağa çalışanlar çox olsa da, ancaq hər zaman bu uğurlu nəticə vermir. Çünki bu belə bir bəladır ki, ondan tam xilas olmaq üçün insan çox güclü iradəyə malik olmalıdır. Statistika göstərir ki, narkomaniya çoxlu sayda müxtəlif, o cümlədən ağır cinayətlərin birbaşa səbəbkarıdır. Yıldırım müəllim, ilk sualım sizədir. Narkotik aludəçilərinin, başqa sözlə desək, narkomanların cinayət törətməyə meyilli olmalarının sizcə əsas səbəbi nədir? Narkotik vasitələr özünüz bilirsiniz ki, üzvü maddələrdir. Üzvü kimyanı keçən uşaqlar bunu bilir. Hər bir şeyin tərkibində gözləmələr var. Məsələn, H2O2. Bir görürsən ki, suyu qaynatırsan, olur H2O4. O ağır sudur. Onu qəbul etmək olmaz. Narkotik maddə də o təbildən birləşdirici bir qabiliyyətə malikdir. Mən bu əraziylə çox yaxından tanışım. Burada insanlar hamısı abırlıdır, həyalıdır. Amma baxmayaraq, nə qədər abırlı, həyalı olsa da bizim balalarımız gedir, kənar yerdə də işləyirlər, restoranlarda otururlar, çayxanalarda otururlar. Onlardan uzaq olun. Sizə qurban olun. Mənim 76 yaşım var. Eləməyin belə şeylər. Bu, bizim nəslimizi körləyir, ecdadımızı körləyir. Ona görə də hər kəsə məsləhət görürəm ki, bu işdən uzaq olsun. Bizim dinimiz də buna imkan vermir, qanunumuz da buna imkan vermir. Yəni, bu qədər. Yıldırım, bəs bunların cinayət törətməyə meyilli olmalarına sizə səbəb nədir? Cinayət törətmək məsələsi bu aydın məsələdir. Əgər bir adam adicə bir içkini içirsə, çıxır çöldə, yıxılır, dəgir, başı da sınır, hələ durur bir başqasını da bıçaqlayır. Bu aydın bəy, uyuşturucu deyirsən, bir şey insanın ağlı başında olmur. Çox sağ olun. Doktor, istənilən narkotik vasitə insanda asıllıq yaradır. Məhz bu faktor narkotik vasitəni istifadə edən şəxsin psixikasına mənfi edici təsir göstərir. Bax, ümumiyyətlə narkotik vasitələrin insan orqanizmi üçün hansı zərərləri var? Əvvəllərə nisbətən bu narkotik vasitələrin insanlara təsiri danılmaz faktdır. Bu demək olar ki, insanlara tək psixoloji tərəfdən deyil, həm sosial tərəfdən, həm fiziki tərəfdən təsir göstərir. İnsanın beynində neyromediatorlar var, hormonlar var insanda. Xoşbəxtlik hormonlar var, həzz hormonları var. Həzz hormonu dopamin. Birbaşa olaraq narkotik vasitələrin insanın beynində ifraz olunan dopamin maddə asıllığından asılıdır. Çünki nəyə görə? Dopamin təbii halda insan sevincli halında, idman eləyəndə, məsələn, xoş gündə təbii olaraq insanın dopamin artır. Kortizol hormonu da var. Kortizol hormonu stres hormonudur. İnsanlar stressdə, depressiyada olanda, panik atak vəziyyətində kortizol hormonu azalır, çoxalır, dopamin hormonu azalır. Ona görə də kortizol hormonu aşağı olanda dopamin hormonu təbii yol, bir var təbii yolunu artırsan sən onu. Təbii yol nədir? İdmanla, belə şeylərlə. Bir də var ki, insan narkotik vasitələrlə artırır həmin hormonu. Narkotik vasitələrini qəbul edəndə dopamin hormonu təbii yolla artırsa 5%, narkotik vasitələrin istifadəsini artırır 15-20%. Və insan daimi dopamin arxasınca qaçmağa meyillidir. Və o narkotik vasitəni qəbul etməyəndə, o dopamin hormonu azalanda insan yenidən xoş əhval, maraq dairəsini çoxaltmaq istəyir, zövq, həzz alır. Çünki insan beyni belədir ki, insan həzz axtarmağa meyillidir. Ömrümüzün əvvəlindən sonuna kimi biz həzz axtaracaq. Harada həzz insanı cəlb edən şeylər var, ona doğru gedirik. Ona görə də dopaminlə birbaşa əlaqəli olduğuna görə insan süni dopamin yaratmağa çalışır. Amma bir müddətdən sonra o süni dopamin də azalır və insanda bəzi psixoloji xəstəliklər gətirib çıxartır. Depressiya, stres, panik atak, həyəcan və təşviş pozuntuları,
bir müddətdən sonra uzun istifadə zamanı artıq psixoloji hallusinasiyalar, şizofreniya kimi gətirib çıxartır. Psixologiyada da bəlkə məlumatınız olar, şizofreniya demək olar ki, psixiatriyada ən ciddi bir psixoloji xəstəliklərdən biridir. Çünki bu uzun müddətli bir uzun sürür bu müalicəsi. Oldu. Həkim, çox sağ olun. Narkomaniya qarşı mübarizə biraz əvvəl İldırım müəllim də dedi, hamımızın borcudur. Bu bəlaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalıdır. Bu istiqamətdə ziyalılarımızın və ağsaqqallarımızın rolu xüsusilə danılmazdır. İldırım müəllim, buna münasibətiniz, ağsaqqallarımız necə məsləhətlər verməlidirlər gənclərimizə ki, bu bəlaya düçar olmasınlar? Hər ağsaqqal öz evində öz sözünü deyir. İstəməz ki, öz balası cızığından çıxsın, tərbiyəsiz olsun, narkoman olsun, piyanska olsun, o heç kim istəməz. Amma atadan, anadan qeyri də cəmiyyət onu başqa yola da calaya bilər, tərbiyə edə bilər. Bütün cəmiyyət olaraq biz bir Azərbaycan cəmiyyəti, biz bir Talabıqışlaq kəndi, bir qeyri kənd, Quba olaraq hər bir ağlı başında olan ağsaqqal əlbət ki, bununla mübarizə aparmalıdır. Eyni zamanda bizim sizi kimi mətbuat işçiləri, televizor, nə bilim bizdə blogerlər var. Onlar da insanların sağlamlığı ilə məşğul olan materialları yazsalar yaxşı olur. Cavanlar bizim gələcəyimizdir. Biz onlara bugün lağiyət yanaşsaq, sabah özümüz pis günə qalacaq. Bizi ələ gəlib çıxacaq ki, bizim dəfinimizdə də artıq bəlkə də 2-3 nəfər aparıb biz bastırmalı olacaq. Ona görə biz bu tərbiyələri aşlamalıyıq. Demək ki, mənim neyimə lazımdır. Əlbəttə, qonşuda olan xəstəlik sabah sənə də yoluxacaq. Ona görə biz hamımız boyduyuq cəmiyyət qarşısında ki, hərə öz əlindən gələni eləsin, öz millətimizi, öz cavanımızı qoruyaq. Çox sağ olun, müəllim. İstənilən narkotik maddə orqanizmə daxil olma yollarından asılı olmayaraq, biraz əvvəl Bəxtiyar həkimin də dediyi kimi, insan bədəninin bütün orqanlarını zədələyir. Narkotik preparatların əksəriyyəti kanserogen kimi təsnif olunur, belə ki, onlar xərçəng xəstəliyi əmələ gətirir. Bəxtiyar həkim, narkotik maddələr biraz əvvəl də dediyiniz kimi, insan bədəninin bütün orqanlarına təsir edir. Bəs narkotik vasitəni istifadə edən şəxsin psixikasında hansı mənfi hallar baş verir? Demək olar ki, narkotik vasitələr insan psixikasına dağıdıcı bir zərbə vurur. Birinci, insanın şəxsiyyəti və davranışları dəyişir. Bir müddətdən sonra yaşlı artdıqca insanda bəzi demensiya və Parkinson xəstəliyini kimi gətirib çıxartır. Yaddaş zəifləyir, məntiqi iradə zəifləyir, məntiqi düşünmə zəifləyir. Bu maddələr, narkotik vasitələr artıq qəbul ediləndə şuur təhrif olunmuş formada olur. İnsan artıq şuurdan çıxır, təmiz mənada deyək, şuuru tənzimləyə bilmir. İnsanın ağlına gələn düşüncələri bəzən elə bir ki, kimsə onu idarə edir, qıraqdan kimsə onu idarə edir, qulağına gələn siqnallar olur, gerçək olmayan şeyləri görmə, eşitmə kimi psixikasına təsir göstərir. Bu asılılıqlardan qurtulmaq üçün birinci maarifləndirmə lazımdır gənclərimiz üçün. Çünki bəzən gənclər həzz axtarışında olduqlarına görə narkotik vasitələrinin istifadəsi çoxalır. Buna görə də insan psixikasına, birinci insanın psixikasına təsir edir ki, insan özündə olmur. Hətta insanın ən yaxınını belə bu maddələrin asılılığında olanda insan yaxın ətrafındakı tanımır. Narkotik vasitələrin insan psixikasına kişilərdə daha çox üstünlük göstərir, nəinki qadınlarda. 2023-cü ildə hətta Azərbaycanda 10 min nəfərə yaxın olubsa, qadınlarda 1000 nəfər olub. Əksinə biz bir xəstəlikdən əziyyət çəkəndə ümumiyyətlə onun müalicəsinə başlayanda birinci biz belə başa düşürük ki, müalicə effektiv olacaq. Amma görürük ki, bu müalicə gedəndə aqressiya, depressiya, panik atak, həyəcan pozuntuları ola bilər. Bu müalicənin ilkin gedişatıdır. Burada birinci həkim nəzarətində olmaq vacib şərtlərdəndir. Həmin insanlar üçün mütləq lazımdır sağlam məşğuliyyət, idman ola bilər və yaxud hər hansı bir sahələr ola bilər. Onun üçün əsas mərhələ bu mərhələdir. Çox sağ olun həkim. Elmi araşdırmalara görə yetkinlik yaşına çatmayan narkomanların təxminən 2/3-i cinayətkar olur. Bu onunla bağlıdır ki, narkotik asıllıq qarşısalınmaz bir qüvvəyə çevrilərək insanları vəsait əldə etmək üçün cinayətə sövq eləyir. Hətta öz evlərindən, yaxınlarından belə oğurluq eləməkdən çəkinmirlər. İldırım müəllim, Bəxtiyar həkim, sualım hər ikinizədir. Cəmiyyət olaraq millətin fiziki və mənəvi sağlamlığına təhlükə yaradan bu mənfi hala qarşı necə mübarizə aparmalıyıq? Sizdən başlayaq.
Aydın məsələdir, bu indi təkcə insanların ağılsızlığından olan bir şeylər deyil. Bunu təbliğ edən insanlar da var cəmiyyətdə. Narkotik maddələri xarici dövlətlərin keşfiyyat orqanları müxtəlif vasitələrlə öz agentlərinə daxilə yeridirlər. Və bu da onların işinə çox yarayır. Bütün yetkinlik yaşına çatmayan uşaqlar, onların beynini yuyurlar. Ona görə də biz həmişə ayıq olmalıyıq ki, meyil göstərməyək. Bizim öz sərhəddimiz var, öz dövlətimiz var, öz bayrağımız var, özümüzün dinimiz var. Dövlətimizin əleyhinə, xalqımızın əleyhinə, ailələrimizin əleyhinə çalışan insanlara biz yox deməliyik. Biz o cəsarəti tapmalıyıq, bizim gənclərdə o cəsarət var. Biz heç yerə uymamalıyıq, heç kəsdən də ağıl öyrənməməliyik. Sizin atalarınız da var, babalarınız da var. Biz də sizin yanınızdayıq, nə qədər ölənə qədər. Siz bizdən dəstək ala bilərsiniz. Hər hansı bir çətin vəziyyətdə. Siz xarici keşfiyyat idarələrinin təsirinə düşməyin. Özünüz də hiss eləmirsiniz. Bayaq həkim demişkən, asıllıq oldu mu məcbursan ora qaçmağa. Biz onu yeni Azərbaycanın yeni müstəqil vətəndaşı olmağa hər birimiz çalışmalıyıq. Bizi narkotikayla da, bizi xarici keşfiyyat idarələrdə, biz hər cür vasitəylə bizi pozuculuq atırlar ortamıza ki, bir-birimizi qıraq. Ona görə də biz bunlara qulaq asmadan bir-birimizi qucaqlamalıyıq. Qardaş kimi, bacı kimi, ana kimi, bala kimi biz özümüzü qorumalıyıq. Biz özümüzü qorumasaq, bizim dövlətimiz də əldən gedə bilər, özümüz də əldən gedə bilərik. Çox sağ Həkim, sizin fikirləriniz. Narkotik vasitənin təsirini bədəndən yox, birinci beyindən atmaq lazımdır. Bunun üçün də birinci iradə lazımdır insanda. Bugünkü dövrdə demək olar ki, ölkəmizdə də bu narkotik vasitələrlə mübarizə geniş yayılıb və bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülür. Çünki nəyə görə? Artıq, bax, psixoloji tərəfdən yanaşıram. Evdə bir yeniyetmə, evdə diqqət, qayğı, həqiqətən görməyən uşaq gedib o pis mühitə düşəndə artıq o uşağı pis mühitdən inirlər. Qaldırırlar yuxarı və o uşaq həmin diqqət sevgini görməyib axı. Deyirlər ki, sən də bir dəfə çək, gör necədir. O artıq uşağı psixoloji motivasiya verirlər evdə. Evdə o motivasiyanı əslində uşaqlara maarifləndirmək lazımdır. Buna birinci evdə başlamalıdır maarifləndirmə, sonra artıq məktəbdə davam eləməlidir. Çünki birinci evdə başlamalıdır ki, birinci narkotikin təsirini ola bilər ki, biz müəyyən bir yerlərdə görürlər, bəziləri eşidir, bəziləri heç maraq göstərmir. Onun üçün birinci ata-ana çalışmalıdır, uşağı maarifləndirsin. Birinci hər bir insan birinci maariflənməlidir. Ən azından sosial mediada gündəlik olaraq biz müəyyən saytlardan istifadə edirik. Ən azından onu orada açıb onun zərərlərini oxuya bilərik. Xeyri yoxdur. Xeyri sadəcə olaraq insanın tezə-tezə qəbul edəndə onun 1-2 gün xeyrini görə bilər. İnsanın əhvalı xoş olur. Adi spirtli içki qəbul edəndə görürsən ki, 2-3 saat insan bütün problemlərdən uzaq olur. Və insan bütün travmalardan, problemlərdən uzaq qaçmaq üçün bu maddələrdən istifadə edir. Verilişimizin sonuna yaxınlaşırıq. Ona görə də sözü Talabaşlı İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Şahin Heybətova verməsindən. Buyurun Şahin müəllim. İlk növbədə sizin hamınıza təşəkkürümü bildirirəm. Bu gün maarifləndirmə tədbirlərin keçirilməsinə görə və Qubara İcra Hakimiyyəti başçısı cənab Ömər Mahmudova da təşəkkürümü və minnətdarlığımı bildirirəm ki, bu gün tədbirlər keçirilməsi üçün bizim üçün də şərait yaradan bu maarifləndirmə tədbiri belə bilirəm ki, cavanlarımıza müsbət təsirini verəcəkdir. Sağ olun. Çox sağ olun mənim. Hər bir şuurlu vətəndaş bu zərərli vərdişdən şəxsən kənar durmaq üçün səy göstərməlidir. Və özü də bu yolun dəhşətli nəticələri haqqında ictimaiyyət arasında təbliğat aparmalıdır. Narkomaniya qarşı mübarizə bir gün belə dayandırılmamalıdır. Çünki bu təkcə hüquqi deyil, həm də mənəvi və insani borcumuzdur. Belə, əziz izləyicilər, Ağsaqqal sözü verilişinin bir sayının da sonuna gəlib çatdıq. Bir daha ekran qarşısında yerləşən izləyicilərimiz üçün xatırladım ki, bugünkü verilişimizi Quba rayon Talabıqışlaq İnzibati Ərazi Dairəsinin Talabıqışlaq kəndindən hazırlamışdıq. Auditoriyamızda elə həmin İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərin sakinləridir. Qonaqlarımızı bir daha təqdim edeyim. Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Quba rayon Mərkəzi Xəstəxanasının psixoloqu Bəxtiyar Ağayev və Talabıqışlar İnzibati Ərazi Dairəsinin icra nümayəndəsi Şahin Heybətov.
Sağ olun, sağlıqla qalın. Növbəti verilişlərimizdə görüşmək ümidi ilə Tanrı sizi qorusun.